Qida borusu aşağı sfinkterdə tam qapanmır. Xəstəmizdə yanma, göynəmə, qıcqırma şikayətləri var. Mədə möhtəviyyatı bu hissədən qida borusuna doğru atılaraq xəstədə yanma şikayəti verir. Mədədə ağrıları yoxdur. Sadəcə yanma, göynəmə üçün bizə müraciət edib. Uzun zamandır var. 4-5 il var ki, onda bu şikayətlər var. Narahat olub ki, görəsən nə üçündür məndə bu şikayət. Müayinə elədik, mədəsi təmizdir. Yalnız qida borusunun aşağı ucu tam qapanmadığına görə xəstədə şikayətlər daha da çox özünü göstərir. Helicobacter pylori üçün test götürək, çünki Helicobacter pylorinin olması mədə turşuluğunu artırır. Mədədə yara, xoraların əmələ gəlməsinə səbəb olur. Ona görə mütləq mədəyə baxanda Helicobacter pylori araşdırılmalıdır. Al. Aç. Bağla. Nə var götür. Erkən diaqnoz həyat qurtarır. Sağlam olun, sağlamlığınıza dəyər verin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.